Mənim məruzə elədiyim şəhid gördüm ki, durub gəlir. Arxadan vuranda onun güllə kaskasına dəymişdi, pulya. Güllə bu istiqamətindən girmişdi. Bu istiqamətdən qan bir xəttdə, nazik bir xəttlə gəlmişdi. Çən istiqamətində qan ucu qurumuşdu. Təsəvvür tank üstümüzdən gəlir, gedir. Əməlli başlı üstümüzdən keçir. Onlar da tankla bizim aramızda 30-40 saat. Yüksəkliyin arxasından avtomobil yolu gedirdi. Biz o yüksəkliyi ələ keçirdikdən sonra isə avtomobil yoluna nəzarəti ələ keçirməlidir ki, Şuşaya gedən avtomobillərin qarşısı alınsın. 15 nəfər, 7 nəfər mənim heyətim idi. 7 nəfər də Feyzullayev Polad vardı, baş lider. Onun heyəti ilə birlikdə biz 14 nəfər şəklində getdik həmən kənd istiqamətinə. Kəndə arama-tarama elədik. Səhər açıldı. Saat 10-11 radalar idi. Artıq bizə dedilər ki, yüksəkliyə keçid. Biz də tapşırığı icra etdikcə etap şəklində məruz edirik. Növbəti tapşırıq verildi ki, bəs yüksəkliyə ələ keçirilməlidir. Yüksəkliyin biz ətəb hissəsində hərəkət edirik. Boşluq bir yer vardı. Olar 30-40 metr açıq bir məsafə var ki, oranı biz belə deyim, tək-tək iti sürətlər altında o açıq yeri keçirik ki, düşmən bizi görüntü vermiyor. Eyni formada tək-tək sürətli şəkildə gedirik ki, düşmənə görüntü verməyək. Həmin o yüksəkliyin ətək hissəsinə gəldik, çatdıq. Müşahidə apardıq ki, bunların əməlli başlı tək adamı, səngəni qazıblar, eləyiblər. Heyət var. Amma bizim bu heyətlə bura girməyimiz bizim özümüzün bilərəkdən ölümə girməyimiz deməkdir. Qərar qəbul elədik ki, geri çəkilək. Ora artilleriyanı yönəldək. Artilleriya yönəldəndən sonra isə biz ora girib basqın icra eləyərik. Aramız 150-200 metrdir geriyə çəkilmək. Həmin o yüksəklikdən biz geriyə çəkildik, bir 300 metr dedik ki, ən azı biz geriyə çəkilək ki, artilleriya atışının məruz qalma var da, o dalğası. Geriyə çəkilən vaxtı, sən demək, ermənilər bizim gəldiyimizi görüblər. Biz hardasa görüntü vermişik, bunlar bizi görüblər. Bunlar gözləyirmişlər ki, biz basqın eləyən vaxtı bunlar bizə basqın eləsinlər. Bunlar bilmirdilər biz geri qayıdırıq. Biz geriyə qayıdan vaxtı bizi tutulablar puskuya. Bunlar bizi puskuya tutan vaxtı 2 nəfər orada biz yaralı verdik. 2 nəfər yaralı verdik. Mənim də bir hərbi qulluqçum vardı, Xudiyev Murad. Bu da başından vuruldu. Gördüm, yəni gözümlə gördüm ki, bu başından vuruldu. Yaralıları təxliyə edə bildik. Orada elə bir ağac var idi ki, yoğun bir ağac idi. Təsəvvür eləyin, 13 nəfər yaralı daxil ağacın arxasındayıq. Bir nəfər isə şəhidimiz kolun dibində vurulub qalıb orada da. Amma yaralılara ilk tibbi yardımı göstərdik. Raçiyada da əlaqə çıxmış ki, bəs artilleriya yönəlsin. Sağ olsunlar, artilleristlərimiz çox nöqtə atış elədilər ora, çox qəşəng bir atış elədilər. Onların səsi həmən dəqiqə kəsildi. Onların səsi kəsildi, yaralılara ilk tibbi yardımı göstərdi. Bəs əlaqəyə çıxdıq ki, bizə yaralımız var, bizi təxliyə eləmək lazımdır. Bizi deyəndə yaralılarımızı təxliyə eləsinlər. Raçiyada da Xızrı kod adında bir adam var. Mən bilmirdim öz adı Xızrıdır onun. Kod adında Xızrı dedilər. Dedilər ki, Xızrı dərhal özü ora çatdır ki, bizim yaralılarımızı təxliyə eləsinlər. Mən deyərəm ki, Xızrı orada çox yüksək fədakarlıqlar eləyib. Çox yüksək şəkildə bizim yaralılarımızı təxliyə eləyib. Yəni, bir neçə bizim indiki vəziyyətdə həyatdadılar. Yəni, onların həyatda qalma səbəbinin göydə Allah yerdə isə Xızrıdır ki, gecə meşədə işıqsız maşın sürmək, onları vaxtında arxa təxliyə qruplarına çatdırmaq hər adamın işi deyil.
Xızır onda o fədakarlığı, o peşəkarlığı, o şücaəti Xızır onda göstərdi. Biz Xızırını Raçiyada çağırdıq. Xızıra gələnə yaxın mənim Raçiyada da biz məruzə eləmişik ki, bəs 2 aşırım bir zirvəmiz var da. Zirvə də şəhidə deyirik. Mənim məruzə elədiyim şəhid gördüm ki, durub gəlir. Durub gəlir. Bilirsiniz necə? O an yəni o sevincin hədduluğu yox idi də ki, mən bunu şəhid məruzə eləmişim, amma bu durub gəlir. Bu gəlir, deyir ki, bəs komutan, ölüm. Dedim, mən səni məruzə eləmişim şəhid. Sən anın namaz üstündəymiş ki, sən həyatdasın. Nə olub? Dedi ki, sağ tərəfim ümumiyyətlə eşitmir. Dedi, görmürəm. Onu arxadan vurmuşlar. Elə biz geri çəkilirdik axı. Düşmən bizi arxadan vurmuşdu. Arxadan vuranda onun güllə kaskasına dəymişdi, pulya. Onun kaskasını mən çıxartdım. Gördüm ki, pulya düz bu istiqamətdə pulya kaskada qalıb. Onu udar tutmuşdu. Özündən getmişdi. İndi özünə gələndən sonra durub, sakit şəkildə gəlib. Baxdım ki, başının arxasında şişib, öz-özündən bu uşaq gedir. Dura bilmir ayaq üstə. Bunu da elə 2 yaralımızın böyrünə qoyduq. Dedim, bala, sən anın namaz üstündəymiş. Dərhal sən də əlimdən gələn elədim ki, sən də gedəsən. Həmən o komandir gəldi Xızırı. And olsun Allaha. Özünü nətə çatdırdı pikapla. Yaralıları onun maşınına təxliyə elədik. Ondan sonra isə bizə tapşırıq verildi ki, bəs növbəti. O yüksəkliyi biz ələ keçirdik. O ermənilərin bizə də bir kömək qrup gəldi. 2 qrup, 3 qrup şəklində biz o yüksəkliyi ələ keçirdik. Erməniləri orada zərərsizləşdirdik. Öldürdüyümüzü öldürmüşdük. Qaçıb gedəndə qaçıb getmişdi. Ondan sonra o məruzə elədi ki, bəs strateji yüksəkliyi ələ keçirildi. Artıq yola nəzarət var. Bizə dedilər ki, bir qrup oranın mühafizəsini təşkil eləsin. Növbəti tapşırığa gedirsiniz. Orada yarım saat 40 dəqiqə vaxtımız oldu. Aynı moment silahımızın lüləsini falan təmizlədik ki, atışma vaxtı tutulma olmasın. Çünki atışma olur daimi. Yəni fürsətdən istifadə elədik, silahı da təmizlədik, sursatımızı da komplektləşdirdik. Növbəti tapşırığa gedirik. Növbəti tapşırığa getdik. Qarabulaq kəndinin qabağında bir kənd vardı. Adı yadımdan çıxır. O kəndin içində arama-tarama eləyirik. Arama-tarama eləyirik. Onlar 3 dənə kubik götürülüb zabor kimi. 3 kubik hündürlüyündə götürüb üstündən setka çəkiblər. Müşahidə apardıqca həmin o istiqamətdən gördük ki, ermənilər ağacın dibində mövqeyləniblər. Belə deyim də, o el arasında deyirlər ki, kolu yandırsan, tüstüyə verirsən ki, orada gizlənmiş tülkülər üzə çıxsın. Bax, həmən şeylərdir ki, biz evləri yandırdıqca tüstü nəticəsində ermənilər çıxa bildiklərini bıraq, qaça bilənlər də qaçsın da. Biz görmürüksə, qaça bilirlərsə qaçsın. Amma bilək ki, biz bu kəndi təmizləmişik, burada təmizdir. Biz bunları təhvil verək arxada gələn bizim döyüşçülərə ki, biz irəli gedək. O nöqteyi nəzərdən elə evin birində gördük ki, yuxarıdan səslər gəlir. Yuxarıdan səslər gəlir. Bildik ki, burada erməni var. Pəncərədən tullanıb qaçan vaxtı bunu bizi vurduq. Pəncərədən tullanan vaxtı biz bunu vurduq, sərələndi yerə. Gəldi, heç nə eləmədi. Başına bir dənə kontrol atış elədi. Sonra tüstünün nəticəsində minomyotu yağdırdılar. Ermənilər bizə minomyot yağdırdılar. Biz orada parçalandıq. Parçalanma nəticəsində elə bir ki, açıq bir yer vardı. Məcbur oradan parçalanma oldu ki, bəs səpələnə ki, minomyot bizə üstümüzə, hamı eyni anda yaralanmasın da, ən az itki verək. Ermənilər onda bizi tutdular atışa. Bizi atışa tutan vaxtı Feyzullayev Polad yaralandı, 2 güllə yarası aldı, ağır bir yerdən yara aldı. Elə bir yerdən yara aldı ki, biz ona tibbi yardım göstərmək istəyirik. İmkan vermədi ki, biz ona tibbi yardım göstərək.
qanda laxtalanma gedirdi. Ziraat əlaqəyə çıxdıq ki, yaralımız var. Biz də bilirik ki, yaralılara dəstək verən, yaralıları vaxtında təxliyə edən, canı bahasına, qanı bahasına onları həyatda qalması üçün əlindən gələn əsirgəməyən, mən onun döyüş vaxtı gördüm, Xızrı idi ki, Xızrı əlindən gələni elədi ki, dedim, bəs mən gəlirəm onu çıxartmağa. Biz onu yaralı yerdən, döyüş mövqeyindən çıxardıb, kəndin arxasına aparaq təhvil verək. Axşam saat 9-dur, 10-dur, gecədir. Təsəvvür edin, meşəli ərazi olsun, dağlıq yer, ay işığı yox, hava zülmət, qaranlıq. Xızrı avtomobillə gəldi, maşın işığı yox, meşə qaranlıq. And olsun Allaha, biz o yaralını ona verdik. Təsəvvür edin, o elə bir yerdən yaralanmışdı ki, o vaxtında təxliyə olunmalı idi. Vaxtında ona ilk tibbi yardım göstərilməli idi ki, o həyatda qalsın. Çünki onun qanında laxtalanma gedirdi ki. Xızrı dediyimiz kod adlı adam bizim komandirimizdir. Əlindən gələni elədi, onu vaxtında təxliyə elədi. O gecə işıqsız maşını sürmək dağlıq ərazidə hər adamın başı üçün deyil. Hər adamın da bacarığı deyil. Onu o vaxtında tibb idarəsinə çatdırdı. Bugünkündə şükür Allah həyatdadır, salamatdır. Oktyabrın 28 idi, səhv etmirəmsə. 28 idi ya 29 idi, bu ərəfələr idi. Təzədən tapşırıq verildi ki, qruplar Çanaqçı yüksəkliyinə gəlsin. Biz Çanaqçı yüksəkliyinə getdik. Orada mövqe tərtiblənən vaxtı Qırmızı Bazar istiqamətində qrupumuz 2 hissəyə bölünmüşdü. Həmən o qrupumuzdan qalan heyət də gəldi. Biz birləşdik, bir-birimizlə qucaqlaşdıq, öpüşdük. Soruşdum, bəs uşaqların qalan anı? Dedilər, bəs yaralanıb, Qırmızı Bazar istiqamətində yaralanıblar. Mənim bir sanitarım vardı, Həsənov Samir. Onun fədakarlığın, peşəkarlığın, onun qəhrəmanlığından orada söhbət elədi ki, bəs 22 yaralıya tək başına ilk tibbi yardım göstərib, tibbi yardım göstərməyinə baxmayaraq, özü də yaralandığı halda belə, özü öz yoldaşlarına ilk tibbi yardım göstərib. Rəhmətli, Allah rəhmət eləsin, Şirəliyə sahibinə oturmuşuq, bəs 29 axşam idi də, oturmuşuq, səhər ücü Şuşa istiqamətinə bəs tapşırıq olacaq. Şuşanın planlanması gedir ki, bu istiqamətdən hərəkət eləyəcək, bu orientirlərdə hərəkət eləyəcək. Rəhmətli Şirəliyə sahibinə oturmuşuq, söhbət edirik ki, bəs Kamran, Şuşaya gedirik artıq biz. Azərbaycanın döyünən ürəyi, alınmaz qalası deyilən Şuşa qalası. Biz ora gedirik. Bilirsən ki, burada döyüş ağır gedəcək. Rəhmətli Şirəliyə sahibinə söhbət edirik. Bilirsən ki, burada döyüş ağır gedəcək. Deyirəm, mənə komutan. Bu döyüş o döyüşdən deyil, bu döyüş çox ağır döyüş olacaq. Onun ardından bir kəlmə çıxdı ki, Allah dedi, bizə yaralanmağı qismət eləməsin. Şəhid olmağı nəsib eləsin. Dedi, ya şəhid olaq, ya da yaralanmayaq. Çünki dedi, o elə bir yerdir ki, ora təxliyə çox gec olacaq. Həddindən artıq. Yəni, biz təsəvvür edin, ermənilərin içindən biz sızma əməliyyatı yerinə yetirəcəyik ki, Şuşaya girək. Bizim 4 bir tərəfimiz erməni olacaq. Bizə təxliyə qrupları gec gələcək. Deməli, komutan, elə Allah qismət eləsin, şəhidlik nəsib olsun, amma yaralanmaq nəsib olmasın. Biz başladıq hərəkət eləməyə. Hərəkət eləməyə başlamışıq, hərəkət deyil. Yol boyu gecən səhərə qədər biz hərəkət elədik. Gündüz hərəkət elədik, 30 səhər saatda. Axşamı bir də hərəkət elədik. Axşama kimi hərəkət elədik, biraz istirahət, axşam yenə hərəkət elədik. Sursat da gəlmişdi, hər bir şey oradaydı.
Polna ekipirovka sursat aldıq. Əsas bizdə sursat idi. Əsasımız o idi, sursat idi. Bir də yüngül enerji içkilərindən hel götürdük. 2 dənə adama su götürdük, adi su, əsas sudur. 2-3 dənə də adama Snickers götürdük ki, bir də əsas ləpə idi. Ləpə yemək lazım idi ki, bədənimizdə enerji olsun. Bir də dediyimiz Snickerslərdən. Ara-ara bunlardan istifadə edirik. Bilirik onsuz da, biz də bilirik ki, bizə təminat gec gəlir. O baxımdan ki, ərazi düşməndir, ermənidir. Yəni, təminatı beldə gətirmək olmur da. Təminat elə bir şey, beldə gətirdiyin dəstəyə çatmayacaq. Amma bu avtomobillə gəlməz ki, ən azı dəstəyə təminat çatsın. Tək biz deyilik də, 5 nəfər deyil, 3 nəfər deyil. Eləçinənə biz təminatı qəbul edəndən sonra hərəkətə başladıq. Hərəkət zamanı düşmən içindən keçdik. Düşməni biz görə-görə heç bir şey etmədən biz hərəkət elədik. Sakit şəkildə sızma əməliyyatları ilə. Amma şərəfsizlər bizim Şuşa istiqamətində meşələri yandırmışlar. Ki, bəs Azərbaycan ordusu bu istiqamətdən hərəkət eləyə bilər düşüncəsində meşələri yandırmışdılar. Aydın müşahidə eləməkdən ötürü də meşə. Həm müşahidə, həm meşənin içində hərəkət eləmək çətin olsun, bu şeylər vardı. Biz o meşənin yanmağına baxmayaraq, yanan meşənin ortası ilə biz hərəkət edirdik. Tüstüdə də boğulurduq. Təsəvvür edin, gedirsən, ayağının altını hiss eləyirsən. Məcburuq da biz o meşənin içindən getməyə ki, biz buradan hərəkət eləməliyik. Çünki biz çertyoji yolumuzu o cür çəkmişik. Biz o yanan meşənin içindən hərəkət elədik. Birinci dazorları göndərdik, müşahidə apardılar və dazorlar bizim müşahidə aparıb ərazi təmizləyəndən sonra biz hərəkətə başladıq. Biz meşənin içinə hərəkət elədik, gəldik hardasa Şuşadan bir hava məsafəsi ilə götürsə, 3 kilometr geridə başladıq orada mövqeləməyə. Artıq noyabrın 2-si falan olardı. Biz orada mövqeylənmişik və müşahidəsini aparırıq. 3 gündür, belə, 3 gündür, 4 gündür əlimizdə olan təminatımız da qutarıb. Söhbət yeyinti, içki vasitələrindən gedir. Bitmək üzrədir, tükənmək üzrədir. Biz Şuşa əməliyyatının müşahidəsini apardıq və səhər saatlarında artıq olar saat 4-5 radələri Şuşa-Laçın yolu deyilən bir yoldur. Həmin o yolun yanında 1500 ya 1600 yüksəkliyi var, dağ. Biz hərəkət edirik oradan. Düşmən bizi gördü və başladı bizə puska atmağa. Bizə puska atdılar. Biz bu atdığı puskaya qarşılıq verirdik. Kapitan Mirzəliyev Elşad onda vuruldu sol ayağından. Sol ayağından vurulan vaxtı rəhmətli Şirəliyev sahib qışqırdı ki, bəs cənab kapitan vuruldu. Əl atdı onu, həmən o vurulduğu yerdən çəkdi. Təsəvvür edin, bir qayadır, qayanın arxasında bir 20-30 nəfər yığılmışıq. Ancaq sağımızda, solumuzda olanlar onların atışına cavab verir də. Çox açıq bir yerdəyik. Bu vaxtı həmən o Mirzəliyev Elşad ikinci ayağından vuruldu. Sağ ayağından vuruldu. Dedi, vuruldum ikincisindən. Rəhmətli Şirəliyev sahib onu oradan çıxartdı. Gətirdi atış tutmayan yerə. Biz bunların atışına cavab veririk. Bizim sağımızda da digər bir dəstədir. Digər bir dəstənin komandiri çox ağıllı bir iş gördü orada ki, şəxsiyyətin sayını çoxaldaraq. Yəni, çox bir sayda dedi. Həmin o təsəvvürün ermənilər necə qaçdılarsa oradan, onu bir Allah bildi də. Onlar onu erməni dilində, rus dilində, Azərbaycan dilində biz bildik ki, erməniyə deyir ki, sağdan bir 300 nəfər, soldan 200 nəfər
erməni də o cür başa düşür, elə bildi ki, bir 500-600 nəfər bunun üstünə ordu gəlir. Ermənilər qaçdılar. İnandırım sizi, həmin o vaxtda ermənilər qaçanda biz də Allahu Əkbər deyə düz asfaltın üstünə vırdığımız da oldu orada. Onları vırdığımız da oldu. Qaçan qaçdı. Qaçan qaçdı. Dərhal həmin o yüksəklik ki vardı, 1500-1600 yüksəklik. Biz o yüksəkliyə çıxdıq, o yüksəkliyi əldə saxladıq. Bir 10-15 dəqiqə idi. Yüksəklikdə artıq tərtiblənmişdi. Raçiyada bizə dedilər ki, bəs istiqamət Şuşadır. Baş kəşfiyyatçım vardı. Allah rəhmət eləsin. İbrahimov Ruzi. Bir-birimizə əmioğlu deyirdik. Bununla bir dəfə söhbət edəndə ki, Ruzi, bax, geri dönülməz bir yoldayıq artıq. Bir dənə ağzından bir kəlmə çıxdı ki, dedi, əmioğlu, mən çox rahatam. Dedim, necə rahatsan? Dedi ki, əmioğlu, 2 dənə arxada oğlum var. Mən olmasam da mənim ailəmə sahib çıxacaq. Dövlətim də var, 2 dənə də oğlum var. Mən dedi, çox rahatam. İbrahim Ruzinin ağzından bu kəlmə çıxdı. İbrahim Ruzi yaralandı onda. Ayağından yaralanmışdı, bir də əlindən yaralanmışdı. Yüngül yara idi. Dedim, Ruzi, qal və sənə təxliyə gələcək bura. Təxliyə olarsan. Mahmudov Pənah vardı, yaralandı. Qəlb onun sifətindən dəymişdi. O orada yaralandı. Allah rəhmət eləsin. Şirbəyli Süruzla Mirzəyev Sərvan var idi ki, yardımlıdan idilər onlar. Döyüşçü uşaqlar idi, həqiqətən. Bunları saxladım ki, onların üstündə mühafizədə də biz bəs irəliyə gedirik. Bizim yaralarımızın üstündə mühafizəni təşkil edən adam qalsın. Mirzəyev Sərvan, Allah rəhmət eləsin, onun bir övladı dünyaya gəlməmiş, dünyasını dəyişmişdi. Biz oturub, o vaxt ki var idi, həmən o vaxt oturub söhbət edəndə mənə bir kəlmə dedi ki, dedi, komutan, görəsən övladımı görəcəm. Dedim, bu nə sözdür ki? Əlbəttə ki, dedim, övladımı da görəcəksən, gedib qucaqlayacaqsan da, yəni bu şeyləri dedim, ağlıca gətirməyin. Biz evə qayıdacaq ümidi ilə, həvəsi ilə döyüşməliyik ki, biz gəlməmişik ölməyə, biz gəlmişik öldürməyə. Bu prinsipdə döyüşün, bu prinsipdə də hərəkət edin. Həqiqətən də onların göstərdiyi şücaət, onların göstərdiyi qəhrəmanlıq, yəni dastanlar yazsın sığmaz. O Mirzəyev Sərvanla Şirbəyli Süruz, həmən onları orada saxladım. Bir də Naxçıvanda Mirzəyev Aslan vardı. O da nişanlı oğlan idi. Toy olacaqdı onun. Bunun qızdırması var idi, təsəvvür edin. Bu adam 3 gün, 2 gün 40-41 dərəcədə qızmadaydı. Təxliyə eləyən gələn qrup var idi ki, bizim yaralarımızı təxliyə eləməliydi. Həmən vaxt dedim ki, Cəsərmə, səni təxliyə edib. Yəni, bu vəziyyətdə mənə döyüşməyə lazım deyil də. Mənim ağlım səndə qalacaq. Get təxliyə eləyə, get müalicə olun, döyüş qutarır. 3-4 gün sonra qayıdarsan. Dedi, yox komutan. Ancaq axıra qədər də dedi, gedəcəm. Mirzəyev Aslan, Mirzəyev Sərvan, Şirbəyli Süruz, onları həmən o mövqeydə saxladım ki, bizim yaralılara həm kömək olsunlar, su istəyəndə su versinlər, yemək versinlər, plus da bunların mühafizəsini təşkil eləsinlər. Mən getdim qrupumdan dəstə ilə bir yerdə irəli. Getdi İsa bulağın ətrafında tərtiblənmişik, mövqeylənmişik ki, növbəti tapşırıqda komandir heyəti dəqiqləşdirmə aparsın, ondan sonra hərəkət eləyəcək. Oturmuşuq, hərəmiz bir ağacın dibində mövqeylənmişik. Həm müşahidə aparırıq oturduğumuz yerdə, həm də istirahət edirik. Birdən atışma başladı, NTRB. Həm piyada qüvvələr vardı, həm də NTRB ilə atış elədilər onlar bizim olduğumuz yerə. Onlar dağdadılar, biz isə dağın ətəyində. Yuxarıdan aşağı onlar atışma elədilər.
Atışma nəticəsində Allah rəhmət eləsin, rəhmətli İşrəliyev sahib düz bu hissəsindən güllə girmişdi onun. Mənə dedilər ki, mənlə də onun arasında 20-30 metr məsafə var da. Qışqırdılar ki, bəs İşrəliyev sahib vuruldu. Dedim, vurulub, heç kim yaxınlaşmasın dedim. Dedim, heç kim yaxınlaşmasın. Birinci atışı sustururuq, qarşılıq veririk. Ondan sonra dedim, ilk tibbi yardım göstərdilər sahibə. Düşmənin atdığı atışa biz cavab verdik, onları susturduq. Sonra getdim rəhmətli İşrəliyev sahibə ki, bəs tibbi yardım göstərim. Gördüm ki, o adam söykənib, səsi də çıxmır da. Elə sağ çiyin üstü ağaca söykənmişdi. Yəni, güllə bu istiqamətindən girmişdi. Bu istiqamətdən qan bir xəttdə, nazik bir xəttlə gəlmişdi. Çən istiqamətində qan ucu qurumuşdu. Bir də sol burunundan qan gəlmişdi. Boğazın altında qurumuşdu. Gözləri açıq idi. Elə onu ağacdan götürdüm, yerə belə uzatdım. Əlimlə gözünü yummaq istədim. Gözləri yumulmadı. Bir-iki gözləri yumulmadı. Ondan sonra Bismillah dedim. Ya Allah, özü bunu şəhadətə ucaldıbsan, bu gözü açıq getməsin. Əlimlə üçüncü dəfə onun gözlərini yumdum. Gözlərini yumamdan sonra əl atdım, dedim üstündə nəyi var? Aparıb ailəsinə çatdıraram bunu. Üstündə bir dənə kaşloku var idi onun. Kaşlokunun içində 20 manat pul idi. Bir avtomobil sürmək üçün prava idi. Bir də bilmədim. Əsgərin duası kitabı var idi belə. Bunları götürdüm ki, bunun sağlıq olar inşallah. Salamat qayısı bunun ailə üzvünə çatdırım. Bunu rəhmətli İşrəliyev hündürboy, belə idmançı bir adam idi, doğulu bədən idi. 8-9 nəfərə biz bunu güclə gətirdik İsa bulağının yanında, asfaltın qırağında 3 şəhidimiz vardı, onu böyrünə qoyduq. Bunu oraya qoyduq, sonra hərəkət elədik. Şuşa-Xankəndi yolu, bir də Şuşa-Xankəndi-Laçın yolu var. 3 yol var ki, Xankəndidən gəlir Şuşaya gedir, bir də Laçına gedir. Həmin o yolun aşağısında, dağın ətəyində mövqeylənmişik və aşağıdan ermənilərin avtomobili gedir, edir. Əməlli başlı ermənilər danışır da. Əməlli başlı danışırlar. Eşidirik, amma heç bir qarşılıq vermirik. Komandirlər tərəfindən dron qaldırıldı, ərazinin müşahidəsi aparıldı və erməninin gələn avtomobillər ki var idi, onlara kamikadze atış elədilər. Kamikadze atış elədilər, girişdik biz. Bizə tapşırıq Xankəndidən gələn ordunun qarşısını almaq idi bizim dəstəmiz. Bir dəstə Şuşa qalasını ələ keçirtməli idi. Bir dəstə isə Şuşa içində təmizlik əməliyyatı eləməli idi. Bir briqada isə Daşaltı istiqamətindən erməni ilə döyüşməli idi. Briqada ermənilərin öz üzərində çəkməli idi. Fikri yönəltməli idi Daşaltı istiqamətinə. Bizim briqada isə həmlə edib arxadan, Xankəndi istiqamətindən. Briqadanın tərkibində yerləşən dəstə, bizim dəstə Xankəndidən gələn ordunun qarşısını almaq, bir dəstəmiz Şuşa qalasını ələ keçirmək, qalanı əldə saxlamaq, bir dəstə isə briqada ilə üz-üzə gəlib ermənini mühasirədə saxlamaq. Bizim dəstə həmin o yolu ələ keçirdik, yüksəklikdə mövqeləndi ki, gələn ordunun qarşısını alır. Ermənilər, inandırım sizi, gecə ilə 3 dəfə, 4 dəfə hücuma gəldilər bizə. Tankı vurmağa bizim vasitələrimiz yox idi. Təsəvvür edin, tankı biz 5.45 ilə, 7.62 ilə tankı biz geri qaytarırdıq. Səhər açıldı, yaralılarımız var bizim onda. Səhər açıldı, gördük ki, yenə ermənilər tankla gəlirlər.
Bu proses noyabrın 5-i, 6-sı bu ərəfədir də. Gəlirlər, tank gəlir. Mən elə bir ki 5 nəfərlə dağın kəlləsindən üz aşağı baxıram. Orada bir qaya var. Qayanın arxasında gizlənmişik, gələni vururuq rahat. Bizdən də qayadan da aşağıda, dağın elə bir aşağısında daxili qoşunun xüsusi təyinatları sep şəklində düzülüblər. Tank görürəm gəlir, dedim, mən yanında olana dedim ki, heç kim atəş açmasın. O tankın lüləsinin qalxma bucağı var. O bucaq bizi görməyənə dək atmırıq. Görənə dək atmırıq. Görməyəndən sonra onun arxasından gələn qruplar ki var, piyada qrupu erməni, biz onu atış eləyəcəyik. Elə ki tank gəlirdi, bizi görməyəndə biz başlayırdıq o piyadaları vurmağa. Biz onları vururuq. O videoda var. Erməni ilə biz orada əməlli başda atışırıq. Erməniləri orada vurduğumuzu vurmuşuq, yaralanan yaralanıb, qaçan qaçır. Təzədən yenə tank avratını geri qayıdır. Tank geri qayıdır. Düşdüm aşağı, sursatımız bitir. Aşağıda da biz erməniləri vurmuşuq. Düşdük aşağı ki, həm kontrol atış eləyək, həm də erməni sursatından biz götürək. Sursatımız yoxdur. Biz kontrol atış eləyib, sursat götürdük. Götürən vaxtı tank gəlir. Fikirləşdim ki, dağa qalxana qədər tank gəlib çatacaq da, bizi görsə vuracaq da, yerimizi biləcək də. Baxdım ki, dağdan gələn suyun dəriyə tökülməsi üçün asfaltın üstündən yox, asfaltın altından boru qoyublar. O boru vasitəsilə su dəriyə tökülsün. Gördüm boru var orada, asfaltın eni boyda. Girdim həmən o borunun içinə. Təsəvvür tank üstümüzdən gəlir, gedir. Əməlli başlı üstümüzdən keçir. Onlar da tankla bizim aramızda 30-40 santimetr fərq var da. Amma kəllələri qorumuşuq ki, birdən şərəfsizdə burada düşərlər, eləyərlər, əl qumbara satarlar. Çıxılmaz vəziyyətdə qalarıq da. O nöqteyi nəzərdən kəllələrdə durmuşuq. Elənçinənə tank gəlib dala qayıdan vaxtı bir maraqlı epizod orada yarandı. O borudan çıxdı, qalxdı, mövqeyləndi. Qalxıb mövqeyləndən sonra tank ablav elədi, qayıtdı. İkinci dəfə tank gələndə gördü bir dənə tank yox, artıq 2 dənə tank gəlir. Bunlar gördülər ki, tankı vura bilmirik. Əlimizdə əlaltı vasitə yoxdur, tank güllələri, mərmiləri yoxdur. Tank 2 oldu. 2 tank gəldi. Sonra biraz keçdi. 2 tank bir BMP gəldi. Vura bilmirik. Ancaq avtomatla sustururuq da. Təsəvvür edin, qurban olma Allah, həmin vaxtda da havanı elə bir şəraitdə yaratdı ki, duman gəlir, duman gedir, duman gəlir, duman. Bunlar duman vaxtı gəlirlər. Ani moment duman çəkilən vaxtı biz bunların canlı qüvvəsini görən kimi vururuq. Vurduğumuzu vururuq, qaçanda qaçır. O vəziyyətdədir. Nəsə, növbət dəfə 3 tank bir BMP gələn vaxtı bizə sursat gəldi. Bizə sursat gəldi, tank mərmiləri. Tankın ikisi Şuşa istiqamətinə, ikisi Laçın istiqamətinə. Həmin vaxtı tankı polkovnik Qarayev Vasif əlinə döndü. Elə orada nətərsə o tankı vurdusa, tank orada vuruldu. Tank orada vuruldu. Bunlar başladılar qaçmağa. Bunlar başladılar qaçmağa. Belə deyim sizə. Qaçanı qaçdı, yaralanan yaralandı. Biz də qaladayıq. Amma onların o tankı elə bir yerdə mövqeyləndi ki, nə biz onları gördük, amma o bizi rahat şəkildə gedir. Düz dərənin dibində. Biz onu ona görə görə bilmirik ki, meşənin ağacları pərdəliyib. Biz də yerdə qurban Allaha o vaxtı kimin o qalanı istifadə edib düzəldibsə, Allah onun ölənlərin rəhmət eləsin. Bizi yerdə o qala saxladı. Həqiqətən o qalanın divarları bizi yaralanmağımızın qarşısını çoxaldı. Onların vurduqları anda dəyirdi qalaya, vurduqları dəyirdi qalaya. Bizim orada da qalanın içində erməninin bir futbolçusu var. Mənim adı yadımdadır. Villası var o futbolçunun. Çünki biz o villanın içinə girdik. Bizim yaralılarımız vardı ki, oradan nəsə gətirək,
bunlara kömək eləmək məqsədi ilə. Girdik ki, villanın içində bu nə, butçilər, ayaqqabılar, formalar, Arsenalın forması da asılıb idi. Nəsə oradan matraslar götürdük. Gətirdik qalanın dibinə ki, yaralıları matrasların üstündə uzadıq. Villanın içində yaralımız çoxdur. Bir 60-a 65-ə yaxın yaralı villanın içindədir. Qalan yaralılar da həmin o qaladadır. Şuşanın içində əməliyyat gedib artıq, tapşırıqlar icra olunub. Təmizlik əməliyyatları gedib. Dedilər ki, girməlisiniz axtarışlara. Biz qrup şəklində getdik Şuşanın içinə. Şuşanın içinə qrup şəklində getdik. Təmizlik, binaları təmizləməyə falan bəsməkən. Bunları təmizlədik. Şuşanın parlamentinin binası. Həmin o binanın yanında polkovnik Leytenant Məmmədov Rəşad, bir də bir gizli yoldaşımız vardı. İkisi qalxdılar parlament binasına. Həmin o binaya Azərbaycan bayrağını sancdılar. Azərbaycan bayrağı sandırılandan sonra aşağıda dövlət himnini oxuduq. Dövlət himnini oxuduq. Sonra azan verildi orada. Məscidin yanında. Biz girdik məscidin içində təmizlik falan elədik. Azan verildi. Ondan sonra deyim ki, sizə bir dənə atəş başladı. Bir atəş başladı ki, yəni Şuşanın biz binalarını görə bilmədik. O dərəcədə aviasiyanı tərtib elədilər, artilleriya tərtib elədilər, top, bildiyimiz bütün güc vasitələrindən orada istifadə elədilər. Həmən o atışma nəticəsində mən yaralandım. Yaralanmağım, onu bildim ki, divara dəydim. Divara dəydiyimi hiss elədim. Ondan sonra elə bir də onda ayıldım ki, Füzulidə xəstəxanadayam. Başıma belə sarı qoymuşdum, üzüm buradan yaralanmışdı. Füzulidə xəstəxanadayam. Ondan sonra elə orada bir gün içində tibbi yardım göstərdilər. Təxliyə elədilər Saatlı xəstəxanasına. Saatlı xəstəxanasına ayın 9-u idi. Noyabrın 9-u. Noyabrın 9-u axşam elə axşamüstü çatdım Saatlı xəstəxanasına. Otaqdayam, uzanmışam, müalicə ediblər. Yalan olmaz bəlkə. Gedə saat 1-dir, mən 2 yaşlı yatmışam. Yatmışam, telefonuma zəng gəldi. Zəngin səsindən ayıldım. Alo demişdim. Baxdım, görüm atamdır ya. Alo dedim. Gördüm ki, prezident danışır. Atam danışmadı, prezidentin danışığıdır. Bu tərəfdən də yatdığım palatanın qapısı açıldı. Medsestra daxil oldu. Bir xala vardı. Elə gecədir, işığı yandırdı ki, bala sizi təbrik edirəm. Bəs atəşkəs elan edildi. Artıq qələbə bizimdir. Xalanın dediyində eşidirəm. Bu tərəfdən də telefonda cənab prezidentin danışığını qulaq asıram ki, deyir ki, bəs təbrik edirəm falan bəsməkən. İnandırım sizi, tam başqa bir şeydir. Müharibə görənə qədər deyirdi, Allah, müharibə qismət elə, gedə iştirak edir. Elə ki, torpaqları azad elədik, elə ki, şəhidlərimizin qisasını aldıq, elə ki, onların qanı yerdə qalmadı, elə ki, onların bizim analarımıza, bacılarımıza elədiyi işgəncələri biz ki, onların ana bacısına deyil, onların hərbi qulluqçularına döyüş meydanında o işgəncəni verəndən sonra isə vallahi bir daha bizə müharibə qismət eləmə. Artıq bizim torpaqlarımız düşmən tapdağından azad olunub. Biz çünki haqq yolundaydik. Bizim döyüşümüz haqq döyüşü idi. Biz döyüşə qoşulanda bizim bir şüarımız vardı. Ölsək şəhid, qalsaq qazi. Bugünkü gündə biz həyatdayıq. Ona görə ki, bizim şəhidlərimizin sayəsində biz həyatdayıq.
onların övladlarına diqqət, qayğı, nəzakət göstərəcək və onlara hər zaman xatırladacaq. Bizim həyatda qalmağımızın, mən deyərəm, bir nömrəli səbəbi budur. Müalicə aldıqdan sonra isə xəstəxanadan təxliyə oldum. Hərbi hissəyə getdim. Artıq müharibə bitmişdi. Dekabrın ortalarıdır. Hərbi hissəyə gedəndə gizli rütbəsində getmişdim. Dedilər ki, cənab komandan, bəs sənə baş gizli rütbəsi verilib filan tarixdə. Noyabrın 9-u cənab komandan baş gizli rütbəsi verib. Bəs sən artıq bu rütbəni sökməlisən, baş gizli rütbəsini. Çıxartdılar sıranın qabağına. Heç bizim xəbərimiz yoxdur. Sıranın qabağında təqdim elədilər baş gizli rütbəsi. Təqdim eləyəndən sonra elə baş gizli rütbəsində də xidmətdəyəm. Elə oldu ki, dedilər ki, dövlət əhəmiyyətli bir tədbir var. Həmin o tədbiri biz getməliydik qonşu ölkə Türkiyə. Türkiyədə bu tədbiri icra eləməli idi. Paraşüt atlayışı idi. Paraşüt atlayışındaydıq. Biz hərbi hissəyə hava limanına düşüb, avtobuslara minib hərbi hissəyə getdik. İnandırım ki, sizi müharibədən qabaq biz olan hərbi qulluqçular ilə söhbət eləyəndə bəs dedilər, qardaşım, Qarabağ falan, bəsməkan kimi mövzular açanda bir hərbi qulluqçu olaraq mən başımı aşağı əyirdim ki, bizim öz Qarabağımızı bizdən çox istəyirlər və onun alınması üçün deyirlər ki, əlimizdən gələn köməkliyi edək. Biz hərbi qulluqçu olaraq mən çox utanırdım ki, niyə biz özümüz eləyə bilmirik də. İnandırım sizi, bu utanırdım ki, bunlar hər dəfəsində mən Türkiyəyə gedəndə bunlar bu söhbəti eləyirlər. Biz müharibədən sonra Türkiyəyə gedəndə, hava limanına, hərbi hissəyə daxil olanda 20 nəfər idik paraşütə edəndə. Heç nədən xəbərimiz yoxdur. Hərbi hissə girdi, paraşüt yerinə, onların da paraşüt safhası var idi, bağlı bir yerdir. Biz həmən o qapıdan içəri girəndə gördüm ki, Türkiyənin hərbi qulluqçuları hamısının əlində Azərbaycan bayrağı, qəhrəmanlar qışqıraraq bizi həm qışqırırlar, həm alqışlayırlar, həm də qəhrəman sözünü deyə bizi qarşıladılar. İnandırım sizi, həmən vaxtda gözlərimdə oldu ki, bir il bundan qabaq edilən söhbət və bir il sonra bizi qarşılama an. Yəni, adamın özünə də xoş gəlir ki, qalib ölkənin hərbi qulluqçuları kimi hər hansı bir ölkəyə səfər edəndə səni hansı şəkildə qarşılamaqları. Biz orada paraşüt atlayışı yerinə yetirirdik. Yanvar ayının 19 idi. Mənim də ad günüm idi. Bizim üstümüzdə starşi var idi, zabit, rütbəli zabit var idi. Yunusov Əli. O da artıq ehtiyatdadır. Yaralandı, o da paraşüt atlayışı vaxtı çanaq sümüyündən zədə aldı deyə ehtiyata buraxıldı. Çıxartdı məni sıranın qabağına, mən deyildim, 2 nəfər idi. Çıxartdı bizi sıranın qabağına ki, cənab komandanın müvafiq əmrinə əsasən siz baş gizli rütbəsindən kiçik leytenant hərbi rütbəsinə təltif görülmüşsünüz. Bizim onda qollamızdan o baş gizli rütbəsini söktü. Vaxt qoydu ki, dedi, falan vaxtda bu rütbələr olsun çiynimizdə. Biz getdik, pagonlarımızı düzəltdirdik. Həmən o kiçik leytenant rütbəsini çiynimizə vurduq və gəldi mərzi elədi ki, verilmiş tapşırığı icra eləmiş. Heç bir xəbərimiz yox idi həmən vaxtı. Sağ olsun cənab komandan. Onda bizim komandir heyəti mərzi eləmişdilər. 7 nəfər biz, ümumi Naxçıvandan 7 nəfər gizli rütbəsindən kiçik leytenant rütbəsinə təltif görüldü. Ondan sonra isə qrup komandiri vəzifəsinə, qrup komandiri müavini vəzifəsindən qrup komandiri vəzifəsinə
təyin edildim və qrup komandiri müddətində isə müalicələr alırdım. Müalicə almağıma baxmayaraq dövlət əhəmiyyətli tədbirlərdə yenə iştirak edirdim. Yaxın qoruma kursunda iştirak eləmişəm və Qafqaz Qartalı 2022-ci il təlimdə Gürcüstan, Azərbaycan, Türkiyə təlimi var idi ki, Gürcüstanda icra olundu, Tbilisidə. Həmin vaxtı həmin təlimdə qrup komandiri kimi iştirak etdim və Gürcüstanın prezidenti tərəfindən bu medalla təltif olundu. Ondan sonra yenə xidməti müddətdə aldığım müalicələr nəticə göstərmədikdə isə ehtiyata buraxıldı. Ehtiyata buraxılmağıma baxmayaraq, ehtiyatda olmağıma baxmayaraq, yaralı olmağıma baxmayaraq, müalicə almağıma baxmayaraq, biz ehtiyatda olan hərbi qulluqçu kimi hər zaman cənab prezidentimizin əsgəriyik, hər zaman döyüşə hazırıq, hər zaman bizim bayrağımız yüksəkdə dalğalansın deyə canımızdan keçməyə hazırıq.